Bizim mövzumuz Rəbbi tanımaq və onun səsini eşitmək, onunla ünsiyyət qurmaq. Və biz bugün 2:9-dan oxuduq yaradılışın. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi. Baxın, bağ doluydu, şirin, meyvəli, cürbəcür ağaclarla və həmçinin bağın ortasında həyat ağacı var idi və xeyirlə şər ağacı var idi. Və bugün hamımız həyat ağacına doğru gedirik və düşünürük. Biz həyat ağacında yaşayırıq. Və orada həm də xeyir şər ağacı vardı. Və biz anlamalıyıq, biz həqiqətən bugün xeyir şər ağacından istifadə edirik, yoxsa həyat ağacından. Hər bir kəs özünü çox gözəl bilir, həyatından, yaşamından. Çünki Rəbblə bir ünsiyyət qurmaq həyat ağacı ilə ağacından yemək deməkdir, həqiqətən də. Yəni biz bəzən daha çox pisliyə meyilli oluruq. Yəni o pis bir şeyin ağzını açıb baxmaq istəyirik. O iyi verir, ancaq biz açıb baxmaq istəyirik. Çünki içimizdə, daxilimizdə xeyir şər ağacına vaxtilə necə ki Adəm, Həvva dövründə onlar bundan istifadə etdilər, biz də bugün eyni şəkildə bəzən istifadə edirik. Həyat ağacı var, bizi canlandırır. Amma onu buraxıb pisliyə meyillik yaradırıq özümüzdə. Huşa 6:6-da deyir, baxın, bunların hamısını kəlam deyir. Mən özümdən heç bir şey demirəm. Çünki mən qurban deyil, məhəbbət istəyirəm. Baxın, bəzən biz qurbanı daha çox üstün tuturuq, məhəbbətimiz yoxdur. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Baxın, bəzən o qədər insanlar Allaha qurbanlar gətirir. Ancaq məhəbbətləri yoxdur, Allahla heç bir ünsiyyətləri yoxdur. Sadəcə bu onların həyatlarında bir görünmədir, görsənmədir. Yəni Allahla ünsiyyətləri olsa, onlar demək olar ki, ürəklə, muti, necə deyirlər, tamamilə səbirli, təmkinli olacaqlar. Və Efeslər 1:17-də də deyir, dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan İzzətli ata özünü bizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. Baxın, biz buradan görürük, Pavel dua edir və deyir, İsa Məsihin Allahı olan İzzətli ata özünü bizə tanıtsın və onun hikmət və vəhy ruhunu alaq. Biz əgər haçan ki Rəbbi tanıyırıq, biz həyat ağacından başqa heç bir yerə əlimizi uzatmırıq, heç baxmırıq da belə. Məhəbbət göstərmək əvəzinə iblisin pis tör-töküntülərinə meyilli oluruq. Məhəbbətimiz artıq itir. Onu tanıdıqca biz dəyişirik. Onu tanımaq, dərk etmək, həyat ağacına yaxınlaşmaq deməkdir. Artıq onu tanıdıqca yaxşı ilə pisi seçə bilirik. Və görürük ki, orada həyat ağacı var və eləcə də pislik ağacı da var. Ancaq biz o şər ağacına heç bir vaxt gözümüzün ucu ilə də baxmırıq və onu görmək belə istəmirik. Həqiqət bizi azad edir. Həqiqəti tanıdıqca biz iblisin yalanına inanmırıq artıq. İblis bizə deyir, əli uzat. O yerdə, şər ağacında yaxşı bir şey var sənin üçün. Əgər sən Rəbbi tanımırsansa, onun həqiqətini anlamırsansa, yol, həyat, həqiqət deyən atanın gücünü, vəhini, hikmətini anlamırsansa, sən əlbəttə uzadacaqsan əlvi və iblisə cavab verəcəksən və deyəcəksən ki, mən buradayam və onunla bərabər yol gedəcəksən. Və hikmət və vəhy ruhu bizi iblisə qarşı qoruyur. Bizdə əgər o varsa. Huşa 4:6-da da deyir, xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün mən də səni rədd edəcəyəm. Ki, bir daha mənə kahinlik etməyəsən. İndi ki, öz Allahının qanunu unutdun, mən də sənin balalarını unudacağam. Baxın, kəlam cür necə deyir. Bir peyğəmbərin hikmət və vəhy ruhu alıb bu sözü deməyi. Biliksizlik insanları məhv edir. Biliyi rədd etmək, dünyaya qayıtmaq deməkdir. Artıq sən kahinlikdən azad olursan. Və biz bu yer üzərində Rəbbin kahinləriyik. Və biz bir kahinlikdə yaşayırıqsa, biz pisliyə qarşı cavab verməyi bacarmalıyıq. İblisi tanımalıyıq. İblisin atdığı hücumları da görməliyik. Və kəlam nə deyir? Mən də sənin balalarını
unudacağam. Bu çox qorxulu bir şeydir həqiqətən də. Bilik Rəbdən gələn xeyir duanı açır və böyüdür. Biliksizlik iman edəni məhv aparır. Hər şeydən səni məhrum edir. Sən artıq adətlərə inanırsan, insanların qurduğu, necə deyirlər, o məclislərə inanırsan, sən artıq dünya kimi yaşayırsan. Sənin həyatında elə bir şeylər var ki, sən onlardan özünü uzaqlaşdıra bilmirsən. Sən hər zaman və hər zaman o dünyaya bağlı olduğun üçün insanlardan qorxub, necə deyirlər, yaxınlarından, qonşularından qorxub, sən eyni şəkildə dünyanın vərdişlərini yerinə yetirirsən. Çünki sən hələ də Rəbbin biliyindən uzaqsan, məhəbbətindən uzaqsan. Sən hələ də ona görə də necə deyirlər, tamamilə Rəbbinlə bir tanışlığın, ünsiyyətin yoxdur. Çünki bizdə tanışlıq olanda, ünsiyyət olanda biz artıq dünyaya yox deməyi bacarırıq. Və görünməyəni, baxın, görünməyəni unudursan. Yəni ruhaniliyi unudursan. Biliksizlikdən daha da çoxlu faciə yaşayırsan. Həqiqətən Rəbbə tabe olmursan və bu tabe olmamaq səni iblisə yaxınlaşdırır. Ünsiyyət, yaxınlıq artıq səndə yoxdur Rəbbə qarşı. Onlar iblislə artıq həyatımızı demək olar ki, iblislə yaxınlığa gətirir. Yəni biz əgər Rəbblə bir əhd kəsdik və artıq bizim qanımız eynidir. Əhd artıq bir qandır. Birləşdirdik bir-birimizə Rəbbin yolları ilə getmək üçün. Bu əhd səni dünyanın hər bir çirkabından qoruyur. Sən qorxmursan, sən cəsarətlisən, sən vərdişlərə baxmırsan, adət-ənənələrə baxmırsan. Dünyada nə gedirsə, sən o faciələrdən, o vərdişlərdən, o adətlərdən uzaq olursan. Həqiqətən də. Rəbbi tanımaq keyfiyyətli dəyişikliklər gətirir sənin həyatına. İsa Məsih ilə görüş səni dəyişir. Xasiyyətin dəyişir, xarakterin onunla birləşir. Göylər sənin xasiyyətini, əgər Rəbdə deyilsənsə, göylər sənin xasiyyətini heç bir vaxt qəbul etməyəcək. Göylər sənin İsa Məsihdə olan xasiyyətini qəbul edir. Sən onunla görüşdə xasiyyətlərin birləşir, İsa Məsihin xasiyyəti səndə bərpa olur. İsa ilə görüş, ünsiyyət bizi günahlı fikirlərdən azad edir. Əgər sən diri Tanrıya sahibsənsə, bəs nədən səndə diri Rəbb ölüdür? Nədən? Ona görə ki, sən o Rəbbin dirilişini öz içində, daxilində yaşada bilmirsən. Qalatalılar 5:22-dən oxuyuram. Müqəddəs ruhun səmərəsi isə budur. Məhəbbət, sevinç, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Məsih İsa'ya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismani təbiəti sarımğa çəkdilər. Madəm ki, ruha görə yaşayırıq, ruha görə də rəftar edək. Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək. Baxın, bugün hər bir kəs özünə baxması lazım. Həqiqətən də mən öz qonşumu sevə bilirəmmi? Demək, sən qonşumu sevə bilirsənsə, yaxınını sevə bilirsənsə, demək, bu Rəbblə sənin ünsiyyətindir. Əgər sən bugünkü gündə paxıl deyilsənsə, sən öz qardaşının, öz imanlı bacı qardaşlarının gündən-günə şöhrətlənməsini, böyüməsini, ruhaniliyini və bu yer üzərində onun yaşamının gündən-günə aktivləşməsini görüb paxıllıq edirsənsə, sən hələ də ruhani deyilsən. Sən iblisə məxsussan. Bütün Rəbbi burax ki, sənin bu sahələrində Rəbb işləsin. İsa'nın ismi ilə. Qoy həyatımızda elə bir şey olmasın ki, biz ondan gizlədək. Hər bir şeylə onu tanış edək. Həyatımızda bəlkə paxıllıq var, bəlkə oğurluq var, bəlkə başqa şey var. Nəysə var. Ancaq biz onu, onsuz da biz gizlətməsək də o bizim həyatımızı görür. Ancaq sən onun qarşısına gətirəndə Rəbb sənin həyatını tamamilə dəyişir. Baxın, kəlam deyir ki, hər kəs Rəbbi həyatına çağırır və xilas olur. Keyfiyyətli şeylər Rəbblə sənin həyatına gəlir. 2 Timotey 3:5-də də deyir ki, mömin kimi görünüb, bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaqdır. Baxın, yenə də burada Pavel bizi çağırır.
Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu yolun gücü nədir? Bu yolun gücü bizim İsa Məsihlə ünsiyyətimiz. İsa Məsihlə ünsiyyətimiz nə deməkdir? Müqəddəs ruhun ənamları. Əgər bizim həyatımızda müqəddəs ruhun ənamlarından qıraqda olan bir şeylər varsa, demək biz hələ də ruhani bir həyat, salihlik, müqəddəslik bir həyatda yaşamırıq. Mömin kimi görünə bilərsən deyir, amma ondan uzaqsan. Və xeyir-dua da səndən uzaqlaşır. Yəni lütf də artıq sizdə çoxala bilmir, sülhün olmur. Diri münasibət səndə yoxdursa və sən daha çox ac, susuz qalacaqsan. 2 Peter 1:3-də deyir, bizi öz izzəti və alicənablığına çağıranın ilahi gücü, onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün bizi lazım olan hər şeyi bizə bəxş etdi. Baxın, nə gözəl kəlamdır. İlahi gücü. Onu tanımağımıza, yaşamağımıza, mömin olmağımıza, hər şeyi bizə o bəxş etdi. Biz onun gücü ilə böyüyürük. Böyüdükcə biz o gücü daha da möhkəmlədirik. Yaşadıkça daha da çox ona nail oluruq. Onun gücü bizi onunla bir edir. 2 Peter 1:4-də deyir, beləliklə o bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olaq. Və bu gün o qədər həyatlarda insanların imana gəlib, imanda olmalarına baxmayaraq onların həyatlarında dünya vərdişi, dünya həyatı var. Onlar kəlama baxıb yaşamağı sevmirlər və Rəbdən çox uzaqdılar. Rəbbin sözündən qorxub qıraqda gizlənirlər. Necə ki Yunus gizlənirdi, ancaq Rəbb ondan əl çəkmirdi. Və bu gün sizin hər birinizdə, mən də içində olmaq şərti ilə hər birimiz Rəbbin kəlamından qaça bilmərik və biz qaçdıqca iblisin əlinə, iblisin ortasına düşürük. Vədlərdən artıq biz uzaq oluruq. Və kəlam deyir ki, bu pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. Həqiqətən, qoy dünyanın nə pozğunluğu varsa biz ondan qaçıb ilahi təbiətə şərik olaq. Onun gücü bizi ilahi təbiətə şərik olmağa gətirir. Dünyadakı pozğunluqdan qoruyur. Efeslər 5:14-də deyir, bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə də belə deyilir, ey yatan, oyan və ölülər arasından diril. Məsih sənin üzünə nur saçacaqdır. Və bu gün yatırıq biz. Oyanış yoxdur bizim həyatımızda. Əgər biz oyana bilmiriksə və biz iblisin artıq qucağına düşə bilirik. Və kəlam deyir ki, ey yatan, oyan, ölülər arasından diril. Və biz yaşayan bir ölü oluruq. Yaşayırıq, ancaq ölüyük. Ancaq biz Məsih vasitəsilə ölülükdən azad olduq. Rəbbə şükür olsun. Və həqiqətən biz ölülükdən azad olduq və bu gün də o həyatı yaşadıqca, dirildikcə biz onun üzərində olan nura sahib oluruq. Sən yatmısan, uyan deyir. Ölüsən, diril deyir. Ölülərdən diril. Ölü odur ki, Rəbbin ənamlarından artıq uzaqsan. Efeslər 5:15-də deyir. Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Həqiqətən, əgər bizim həyat tərzimiz o qədər Rəbdən uzaqdırsa və biz buna ciddi nəzarət edəcəyik. Müdriklikdən məhrum olanlar kimi yaşamayacağıq. Müdriklər kimi həyat sürəcəyik, kəlam dediyi kimi. Boş həyat sürməyin. Vaxtınızı qiymətləndirin. Bu vaxt bizə verildi. Bu vaxtı insanlar telefonlarda, kompüterlərdə, başqa bir əyləncələrdə də keçirdə bilirlər. Məsələn, qonşu ilə oturub, necə deyirlər, dedikodu da edə bilirlər. Və yaxud boş bir şeylərlə həyatlarını keçirdirlər. Və bu, onların həyatlarında tamamilə həqiqətən də böyük bir faciədir. Həqiqətən, biz özümüzü daimi Rəbbin deyil, iblisin nəzarəti altına sala bilərik. Rəbb sənə gözəl vaxt verib, ona məqbul şəkildə yanaşmaq lazım. Ona məqbul şəkildə bu vaxtını sərf etmək lazım. Öz sirlərini ondan qorxanlara deyir açır. Ondan qorxun. Şər danışmayın. İttiham etməyin.
2:18-də deyir. Rəbb Allah yenə dedi. İnsanın tək olması yaxşı deyil. Bugünkü mövzumuz Rəbblə ünsiyyət idi. Həqiqətən Rəbbə şükür olsun, izzət olsun. Çox gözəl bir mövzu idi. Çox gözəl həqiqətən də. Rəbbə şükür olsun. Minnətdaram mən onun gücünə, onun qüdrətinə, onun xeyirdansına. Mən istədim ki, bunu səsli şəkildə də sizə atım ki, həqiqətən bu mövzunu daha diqqətli, daha xeyirdağı ilə qəbul edə biləsiniz və qoy sizə Rəbb hikmət və vəh ruhunu versin ki, həqiqətən bu hikmət və vəh ruhu sizə atsın bütün nöqtələri, vergülləri. İsa Məsih ismi ilə amin.